Üçbucaqların kongruentliyinin üçüncü əlaməti. Bir üçbucağın üç tərəfi uyğun olaraq digər üçbucağın üç tərəfinə kongruentdirsə, bu üçbucaqlar kongruentdir. Yəni AB ilə KN, AC ilə KM, BC ilə də MN kongruentdirsə, ABC və KMNM üçbucaqları kongruent olur. Necə əsaslandıra bilərik? Məsələn, ABC üçbucağını qoyduq. Digər üçbucağı elə yerləşdirək ki, o da AB ilə parçası ilə KM parçası üst-üstə düşsün. Yəni AB ilə KN üst-üstə düşməsi üçün bunu buradan belə çəkərik. Yəni bunu biz həm də KN parçasını bu hissəsinə qoyduq. Bunlar üst-üstə düşdü. Onda digər tərəfləri də belə olacaq. KNM. Burada C və M-i birləşdirsək, AM ilə yəni KM ilə AC tərəfləri bir-birinə bərabər idi. AC ilə bax bu KM bir-birinə bərabər. Deməli bu bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqda oturacağı bitişik bucaqlar bərabərdir. Yəni bu bucaqla bu bucaq bərabərdir. Digər tərəfdən də BC ilə MN bir-birinə kongruent idi. Yəni bununla da bu tərəf bir-birinə kongruentdir. Deməli bu da bərabər yanlı üçbucaqdır. Və bunun da bu bucaqları, oturacağına bitişik bucaqlar bərabərdir. Və biz burada bu bucaqları toplasaq, ta ki bu bucaq A dərəcədir, bu bucaq B dərəcədir, burada A, burada B olsa, toplasaq hər ikisi A üstəgəl B olur. Yəni A, C, B bucağı ilə K, M, N bucaqları bir-birinə kongruent olur. Ona görə də ACB və AC ilə KM, CB ilə də BMN, yəni burada CB ilə də MN kongruent olduğu üçün, yəni biz burada göstərdik, bu A oldu, bu B oldu, bura A, bura B topladıq, bu da C oldu, burada C oldu. Bununla da AC ilə KM, bura kongruentdir. BC ilə də MN kongruentdir. Və bu bucaqlar da bərabər idi deyə, buradakı bu bucaqlar da bərabər oldu. İki tərəf və onlar arasında qalan bucaq, uyğun o digər bucağın iki tərəf və onlar arasında qalan bucağa kongruent olduğuna görə ACB ilə KMN üçbucaqları kongruentdir. Çünki biz bu bucaqları bərabər aldıq. Bax, AC ilə AC ilə KM tərəfi, CB ilə də MN tərəfləri kongruent olduğundan. Gəldik. Burada çalışmalarımıza baxaq. Kongruent olub olmadığını müəyyən edin. Kongruent olanları kongruentlik işarəsi ilə yazın. Baxaq. Tərəf 4, 6, 8, 4, 6, 8. Bəli, bu üç bucaqlar kongruentdir. Üç tərəfləri kongruent olduğuna görə. İndi birinci üç bucağı ABC işarə etmişiksə, A-nın qarşısındakı 8-dir. 8-in qarşısındakı N'dir. N. B-nin qarşısındakı tərəf 4-dür. 4-ün qarşısındakı bucaq K-dır. N, K, M üç bucağı. Görürsünüz, AB ilə N, K. AB 6-dır. N, K da 6-dır. AC ilə AC 4-dür. N, M də 4-dür. Görürsünüz, deməli biz bu üç bucaqları doğru qeyd etdik.
İkincidə 4, 8, 9, 4, 8, 7-dir. Bunlar kongruent deyil. Üçüncüdə 4, 4, 7, 4, 4, 7. Bəli, bu üçbucaqlar kongruentdir. Üçbucaq P, Y, S kongruentdir. P 4'ün qarşısındadır. Burada da 4'ün qarşısındakı D-ni götürsək, Y yine 4'ün qarşısındadır. Buradaki 4'ün qarşısındakı T-ni götürsək, D, T, F üçbucağı yaza bilərik. D, T, F üçbucağı. Çünki S 7'nin qarşısındadır, 7'nin qarşısındakı da F'dir. Şəkildə üçbucaqların kongruentliyini hansı əlamətə görə əsaslandırmaq olar? Hərflərlə işarə edilmiş bucaqların ölçüsünü tapın. Baxaq 4, 2,5, 3,5, 4, 2,5, 3,5. Deməli 3 tərəfə görə kongruentdir. Və ya 2 tərəf və onlar arasında qalan bucağa baxaq indi. 2,5, 4, 2,5, 4. Bu üçbucaqlar kongruentdirsə, deməli onlar arasında qalan bucaq və ya kongruent tərəflərin qarşısındakı bucaqlar kongruentdir. Bunu TTT əlamətinə görə əsaslandırdıq. Çünki üç tərəfləri kongruentdir. Deməli, üç bucaq A, B, C kongruentdir. Üç bucaq 4'ün qarşısındakı A'dır. Bu da 4'ün qarşısında N. B 2,5'in qarşısındadır. 2,5'in qarşısındakı K'dır. N, K, M üçbucağı. Onda buradan alırıq ki, bucaq C kongruentdir bucaq M-ə və x üzərinə gəl 10 dərəcə bərabərdir 2x minus 40 dərəcə. X minus 2x bərabərdir mənfi 40 minus 10. Mənfi x bərabərdir mənfi 50. X bərabərdir 50 dərəcə. Onda alırıq ki, hərflər işarəli bucaqların ölçüsünü tapın deyirdi bizə. Bucaq C bərabərdir x üzərinə gəl 10 dərəcə, yəni 50 dərəcə üzərinə gəl 10 dərəcə, o da bərabərdir 60 dərəcə. Bucaq M də elə bucaq C-yə kongruent olduğuna görə bucaq M də 60 dərəcə olur. Digər məsələdə 7, 8, 13, 7, 8, 13. Deməli, TTT əlamətinə görə bu üçbucaqlar kongruentdir. Yəni, üçbucaq STV kongruentdir. S 8'in qarşısındadır. Buradakı 8'in qarşısında D'dir. D. T 13'ün qarşısındadır. 13'ün qarşısındakı Y'dir. D, Y, F. Yazdıq bunları. Deməli, uyğun bucaqlar kongruent olur. T ilə Y bucağı kongruentdir. X üzərinə gəl 50 dərəcə bərabərdir 2x minus 20 dərəcə. X minus 2x bərabərdir mənfi 20 minus 50 dərəcə. Mənfi x bərabərdir mənfi 70 dərəcə. X da bərabərdir 70 dərəcə. Onda bucaq T bərabərdir bucaq Y, o da bərabərdir x üzərinə gəl 50 dərəcə, yəni 70 dərəcə üzərinə gəl 50 dərəcə, 120 dərəcə. Verilən üç bucaqlar kongruentdir. Kongruent tərəf və kongruent bucaqları yazın. B, C kongruentdir. K, N. A, B kongruentdir. K, M. A, C kongruentdir. M, N. Onda bucaq BC-nin qarşısındakı bucaq A'dır. Bucaq A kongruentdir. KN-in qarşısındakı bucaq M. Bucaq B kongruentdir. B AC-nin qarşısındadır. AC ilə də MN-dir. MN-in qarşısındakı da bucaq K'dır.
Bucaq C kongruentdir bucaq N-ə. Digərində bu tərəflə bu tərəf kongruent, yəni A, B kongruentdir KM-ə. Sonra bu tərəflə bu tərəf kongruentdir, yəni C, B kongruentdir KN-ə. Və bu tərəflə də bu tərəf kongruentdir, A, C kongruentdir MN-ə. AB tərəfinin qarşısındakı bucaq C-dir. Bucaq C kongruentdir KM-nin qarşısındakı bucaq N. BC-nin qarşısındakı tərəf bucaq A-dır. Bucaq A kongruentdir bucaq M-ə. Bucaq B də onda kongruent olur bucaq K-ya. C bəndində bununla bu tərəf, bu tərəflə bu tərəf və bu tərəflə də bu tərəf kongruentdir. Onda bu tək xətt qoyduğumuzun qarşısındakı B bucağı ilə F bucağı kongruentdir. 2 dənə xətt qoyduğumuzun qarşısındakı M bucağıdır. Onda 2 xəttin qarşısındakı burada A bucağıdır. Digəri də qaldı C bucağı, burada da N bucağı. Yəni bu şəkillərdə də bunların üstündə qeyd edək. Bununla bu, bununla bu, bununla da 15. CD parçası ABC üçbucağının medianıdır. Yəni onda bu tərəflər bir-birinə bərabərdir. ACD üçbucağının perimetri ABC üçbucağının medianıdır. Burada göstərib ki, həm də hündürlükdür, həm də şəkildə qeyd edib bu tənböləndir. Demək bu yalnız hansı üçbucaqda ola bilirdi? Bərabər yanlı. Onda yəni AC tərəfi ilə də BC tərəfi bir-birinə bərabərdir. AC bərabərdir BC. ACD üçbucağının perimetri 30, CD medianı 12 olarsa, ABC üçbucağının perimetri neçə santimetrdir? Demək biz buradan bu tərəfləri işarə edək. Bura A olsa, burada A-dır. Bura B olsa, burada B-dir. Bizə deyir ki, ACD üçbucağının ACD, yəni A üzərinə gəl, B üzərinə gəl 12 bərabərdir 30. Buradan A üzərinə gəl, B bərabərdir 30 minus 12, yəni A üzərinə gəl, B 18. Və ümumi ABC üçbucağının perimetrini istəyir. ABC üçbucağını tapsaq, A üzərinə gəl, A üzərinə gəl, oturacağı da 2B'dir. O da bərabərdir 2A üzərinə gəl 2B, 2-ni ortaq qrup kimi çıxartsaq, A üzərinə gəl B. Yəni 2 vurulsun, A üzərinə gəl B-ni də 18 tapmışıq, bu da olacaq 36. Deməli, bu birinci sualımızın cavabı A bəndində. İndi B bəndini həll etsək. Yəni bu hündürlük tənbölən olduğuna görə bərabər yanlı olduğunu qeyd etdik. ABC üçbucağının perimetri 32. Yenə A tərəfləri qeyd edək. Burada B olsun. ABC üçbucağını, yəni A üzərinə gəl, A üzərinə gəl 2B'dir. Oturacaq da bərabərdir 32. Buradan 2A üzərinə gəl 2B 32. 2-ni mötərizə xaricdən çıxartsaq, A üstə gəl B 32. Yəni A üzərinə gəl B bərabərdir 16 almış olaraq. BDC üçbucağının perimetri isə bu CD medianına X desək, BDC üçbucağının perimetri 10'da olur. A üzərinə gəl, B üzərinə gəl, X bərabərdir 24. A üstə gəl, B-ni də biz 16 tapdıq. 16 üzərinə gəl, X bərabərdir 24. Buradan da X bərabərdir 24 minus 16.
Yəni x bərabərdir 8. Yəni CD medianı 8 olacaq. Asma körpü üzərində qeyd olunmuş xətlər üçbucaq əmələ gətirir. CD parçası bu üçbucağın hündürlüyüdür. Hündürlüyüdür dedik, qeyd edirik. Burada düzbucaq əmələ gəlir. ACD və BCD bucaqları kongruentdir. ACD, yəni bu bucaqla bu bucaq kongruentdir. Hansı fikir doğrudur? CD parçası ABC üçbucağının tənbölənidir. Bəli, doğrudur. Bunlar kongruentdirsə, bu doğrudur. Elxan. AD parçası BD parçasından kiçikdir. Xeyr, yanlışdır. Çünki yalnız bərabər yanlı, əgər bu həm hündürlük, həm tənböləndirsə, deməli bu bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqda təpədən çəkilmiş hündürlük, tənbölən həm də mediandır. Yəni onda bu parçalar bir-birlərinə bərabər olmalıdır. Ona görə bu yanlış. ABC üçbucağı bərabər yanlı üçbucaqdır. Bəli, bu doğrudur. Usta evin dam örtüyünün fasadını ABC laminat materialı ilə örtmək istədi. AD parçası ABC üçbucağının tənbölənidir. Deməli, tənbölənidirsə, burada qeyd edirik ki, bunlar bir-birinə bərabərdir. Verilən ölçülərə əsasən neçə kvadrat metr laminat istifadə olunar? Yəni biz bunun sahəsini tapmalıyıq. Bax, bu ABC üçbucağının sahəsini tapmalıyıq. Bizə də lazım olacaq bunun oturacaqları. Deməli, bu 4-dürsə, bilirik ki, yalnız bərabər yanlı üçbucaqda hündürlük, tənbölən həm də mediandır. Median olduğuna görə burada 4-dür. Yəni bu üçbucaq da bərabər yanlı üçbucaqdır. 4 tapdıq. Sonra bizə lazımdır bu üçbucağın AD hündürlüyünü tapaq. Əgər ümumi bura qədər 6 veribsə, bu hissəmiz 3,5-dirsə, onda AD bərabər olur 6 minus 3,5. Yəni 2,5. Bu hündürlüyü də tapdıq 2,5. Onda S üçbucaq ABD bərabərdir. AD vurulsun BD bölünsün 2. Yəni AD 2,5 vurulsun 4 bölünsün 2. Bu oldu 5. S üçbucaq ADS də bərabərdir. AD vurulsun DS bölünsün 2. Yəni AD 2,5, DS 4 bölünsün 2. Bu da 5. Onda S üçbucaq ABC bərabərdir. Bu ikisini toplayırıq. 5 üzərinə gəl 5. Deməli 10 kvadrat metr laminat istifadə olunar. 18. Dəmir pilləkənin təsvirində kongruent bucaqlar qeyd olunub. DS kongruentdir AB. Yəni bu hissə, burada 2 dənə üçbucaq var. Bu üçbucaq və bu üçbucaq. Bu da kongruentdirsə, deməli bu DS'də 200 cm-dir. Olduğunu üçbucaqların hansı, bunu əsaslandırmalıyıq biz. Hansı əlamətə görə əsaslandıraq. Bax, BD tərəfi hər ikisində ortaqdır bu tərəf. Və bu bucaqları da özü qeyd etmişdir. Kongruent olduğuna görə tərəf və ona biçik 2 bucaq. Uyğun olaraq digər üçbucağın tərəfi və ona biçik 2 bucağına görə kongruent olduğuna görə, yəni üçbucaq ADB kongruentdir. Bucaq A'ya kongruent olanı C'dir. Bucaq C. Bucaq D'yə kongruent olanı B idi. C, B, D üçbucağı. Bunlar kongruent olduğuna görə
CD tərəfi, yəni DC AB-yə konqruent olar. Deməli, bunu hansı əlamətə tərəf və ona bitişik iki bucaq BTB əlamətinə görə. BTB. İndi bizə deyir ki, DB bölünsün DC bərabərdir 1,5 bölünsün 1. Deməli, bizdə də DB yoxdur. DB bölünsün DC. DC də 200'dür. Çünki konqruentlikdən aldıq. DC ilə AB konqruentdir. Bərabərdir 1,5 bölünsün 1. Tənasübün xassəsindən istifadə edərək kənar hədlərin hasili, yəni DB vurulsun 1 bərabərdir 1,5 vurulsun 200. Buradan DB bərabərdir 15'i 20'ye vururuq. Bu da 300. DB-ni tapdıq 300. Nisbətlərində olansa DB-si üçbucağının perimetrini tapdıq. Buradan DB-ni tapdıq. İndi DB 300 bölünsün BC bərabərdir 2 bölünsün 1. Yenə də kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər, yəni 300 vurulsun 1 bərabərdir BC vurulsun 2. Buradan da BC bərabərdir 300 böl 2, yəni BC bərabərdir 150. Və P üçbucaq DBC bərabərdir DB üzərinə gəl. BC üzərinə gəl DC. O da bərabərdir. DB-ni 300 tapdıq, BC-ni 150 tapdıq. DC də 200'dür. O da bərabərdir 650 santimetr.